Azərbaycanda tam yaradıcı heyəti tələbələrdən ibarət olan ilk film Boş Yerin təqdimatı keçirilib. Filmin rejissoru kinorejissor Rəhman Fürqətoğludur. Layihə gənclərin yaradıcılıq potensialının, peşə təhsilinin, praktiki nəticələrinin, istehsalatda real bacarıqların nümayişi baxımından böyük əhəmiyyət kəsb edir. Film dövlət və sponsor dəstəyi olmadan yalnız mədəniyyət və sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin imkanları və tələbələrin əməyi ilə ərsəyə gətirilib. Ekran əsəri orijinal və dramatik hekayəsi ilə seçilir. Boş yer hər iki valideynini itirmiş, yazıcı olmaq arzusu ilə yaşayan gənc Azərin həyatını əks etdirir. Film boyunca diqqətsizlik, sosial adaptasiya, psixoloji təcrid, insan münasibətləri kimi aktual mövzular vurğulanır. Filmin xronometrajı isə 101 dəqiqədir. Təqdimat mərasimində çıxış edənlər filmin peşə təhsili sistemində yaradıcı ixtisasların inkişafına töhfə verəcəyini xüsusi vurğulayıblar. Bu film Azərbaycanda ilk filmdir ki, bütün yaradıcı və texniki heyəti tələbələrdən ibarətdir. Tam metrajlı 101 dəqiqəni əhatə edir. Burada məktəbin həm müəllim heyəti, həm tələbə heyəti iştirak edib. Tələbələr dediyim kimi həm operator, həm rejissor assistenti, rəssam, grim, geyim, prodüser bu üzrə böyük bir təcrübə keçmiş oldular bu filmdə. Yəni film onların kinoya ilk addımlarıdır desək yanılmarıq. Azərin həyatı, düşüncələri, mübarizəsi mənə çox şey öyrətdi. Onun personaj olaraq ailəsi olmamağı və ailəsi olmadan yazıcı olmaq istəyi. Cəmiyyətə mesajımız ondan ibarətdir ki, yəni insan nə qədər çətinliklərlə üzləşsə də içindəki inamı heç vaxt itirməməlidir.